Nəhayət ki, xəstəlik tapıldı. Təzə çanqan alıb sürənlər niyə görə hər həftə ustalarda gəzir? Sən demə, xəstəlikləri üzə çıxır. Bu dəfə isə maşın ustası qərar verir ki, millət, ayılın. Gəlin bir yerdə bu videonu izləyək, baxaq, usta hansı fikirləri bildirir. Kitayın üz qarası olan Çanqan Çunqan haqqında fikirləri nədir? Bəziləriniz amma bilirəm bu videodan sonra yazacaqsınız, zato ili təzədir. Amma usta hansı fikirləri bildirir, hansı diaqnozu qoyur və xəstəlik nəyə görə, hansı səbəbdən Çanqan Çunqanlarda üzə çıxır? Təzə maşınlardır. Demək olar hər həftə servislərdə, ustalarda çanqanları görmək mümkündür. Yəni təzə maşın alan da alır ki, 5 il, ən azı 6 il maşını rahat sürə bilsin. Bu videodan sonra ümid edirəm artıq Çanqan və yaxud da Kitay maşınlarını tərifləyən olmayacaq. Bax, burada olur. Bu biri. Biri bayırda. Bu hemen yenə də Çanqan. Görürsünüz. Bu ikincisi. Bax, bu blok. Yenə də bunlar xarab olub, çıxacaq, düzələcək. Bunların problemi bu blokun xarab olmağıdır. Həftədə 3 dənə, 4 dənəsi gəlir, bax bu maşınlar. Görürsünüz, 205, Unize, Unive, 206, A06, A06. Bunlar da bax bu xəstəlikdir qardaş. Bunun için düzgün qurub qoşmur. Hamısında da su keçir. Su keçir, yanır. Bunların problemidir. Zavod.